Salam, hörmətli izləyicilər, videoya xoş gəldiniz. Bu videoda Güvənin 1-ci və 4-cü qruplar üçün keçirdiyi sınağın bir sualının izahına baxacağıq. Deməli, 7 dekabr 2025-ci ildə olub sınaq. Əgər bütün sınağın izahını izləmək istəyirsinizsə, qeyd edə bilərsiniz rəylərdə. Deməli, sualda deyilir, düz xətlə hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilir. 5-ci saniyənin sonunda bu cismin sürətinin x oxu üzrə proyeksiyasını hesablayın. Vx bizdən soruşur. Deməli, biz görürük ki, 5 saniyə sonra cismin son koordinatı 0-dır, başlanğıc koordinatı -80-dır. Onda nə qədər yer dəyişmə eləyib? Son koordinatdan başlanğıc koordinatı çıxırsan 0 minus -80. Bu da eləyir 80 metr. Bəs bu yer dəyişməni biz necə taparıq? Özdə x oxu istiqamətində bir hərəkət baş verib burada. X oxu istiqamətində yeyinləşən bir hərəkətdir. Başlanğıc sürəti də 6-dır. Məndən də 5 saniyə sonra sürəti soruşur. Və biz bu trapesiyanın sahəsi ilə tapa bilərik. Onsuz da biz bilirik ki, adamın yer dəyişməsi 80 metrdir. Yəni yaza bilərəm. V üstə gəl V0 bölü 2 vur T bərabərdir 80. Son sürət axtarılır. Başlanğıc sürət 6-dır. Zamandakı 5-dir, bərabərdir 80. Buradan da 32 alıram. Və sürətim olur 26 metr bölünsün saniyə. Belə. Əgər məsələdə 5-ci saniyənin sonu yox, məsələn, 7-ci saniyənin sonu, 8-ci saniyənin sonu desəydim, onda biz burada təcili tapardıq. Təcili tapdıqdan sonra V bərabərdir V0 üstəgəl AT-dən də həmin sürəti tapardıq. Amma bu məsələ üçün hələ 5 saniyənin sonunda sürət istədiyi üçün bu düstur bizə sərfəlidir. Heç təcili tapmağa ehtiyac yoxdur.